Salamlayıram hər kəsi. Bugün sizinlə birlikdə musiqidə Novruz bayramı mövzusundan danışacağıq. Öncəliklə hər birinizin qarşıdan gələn Novruz bayramını və müqəddəs Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm. İlinizin, gününüzün, bayramınızın gözəl keçməsini arzulayıram. Yollar elvan boyanar, evlerde arzu yanar, gözlere sevinç konar bayram akşamlarında, gözlere sevinç konar bayram akşamlarında, nəğmə uğur dalgalar, kış dönüp olar bahar, nəğmə olur dalgalar, kış dönüp olar bahar. Göydən məhəbbət yağar bayram axşamlarında, göydən məhəbbət yağar bayram axşamlarında. Görməzsən yıldızları, al geyər el qızları, lalə kimi qızarar bayram axşamlarında, lalə kimi qızarar bayram axşamlarında, nəğmə olur dalgalar, qış dönüp olar bahar, nəğmə olur dalgalar, qış dönüp olar bahar. Göydən məhəbbət yağar bayram axşamlarında, göydən məhəbbət yağar bayram axşamlarında, gözlərə sevinç qonar bayram axşamlarında, nəğmə uğur dalgalar, qış dönüp olar bahar, nəğmə olur dalgalar, qış dönüp olar bahar. Göydən məhəbbət yağar bayram axşamlarında, göydən məhəbbət yağar bayram axşamlarında. Görməzsən yıldızları, al geyər el qızları, lalə kimi qızarar bayram axşamlarında, lalə kimi qızarar bayram axşamlarında, nəğmə olur dalgalar, qış dönüp olar bahar, nəğmə olur dalgalar, qış dönüp olar bahar. Göydən məhəbbət yağar bayram axşamları. Novruz bayramının tarixi və mənşəyi qədimdir. Novruz bayramı bizdə atəşpərəstlik dinindən miras qalmışdır. Biz min illiklərdir ki, bu bayramın adət-ənənələrini qoruyub saxlayırıq və hər il çox təntənəli şəkildə qeyd edirik. Deməli, İslam dini Yaxın Şərq bir də Orta Asiya ölkələrində yayılırdı. Təbii ki, Ərəb xilafətinə görə. Yenə də deyirəm, bizim öz dinimiz atəşpərəstlik dini olmuşdur əvvəllər. Sonradan Ərəb xilafəti bu ərazilərə gələndən sonra, yürüyüşlər edəndən sonra, işğal edəndən sonra öz dinini, İslam dini idi onların dini, bizə məcburən qəbul etdirdilər. Biz deyəndə ki, bütün Yaxın Şərqə, Azərbaycan da daxil, Orta Asiya, bizə bu dini qəbul etdirəndən sonra bizim təbii ki, atəşpərəstlik dinində də fərqli adətləri var idi. Biz sadəcə Novruz bayramını qoruyub saxlaya bilmişik atəşpərəstlik dinindən. Yəni öz mədəniyyətimizi qoruyub saxlamışıq.
Deməli, Ərəb xilafəti də bu ölkələri işğal edəndən sonra bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təbliğ etməyə başladı. Deməli, əksər xalqlar bahar bayramının adət-ənənələrini, oyunlarını, indi var da oyunlar var, fal var, yumurta döyüşdürmə kimi oyunlar var. Bunları qoruyub saxlamışdı. Sadəcə Azərbaycanda keçirilmir. Tacikistan, Qırğızıstan, Qazaxıstan, sonra Özbəkistan bu ölkələrdə də keçirilir Azərbaycanla yanaşı. Bir çox müəlliflər də yazıblar Novruz bayramı haqqında. Novruz bayramı haqqında deyilir ki, Orta Asiyalılar deyir ki, Novruz bayramında yazın oyanmasından danışılır. Əsasən əkinçiliyə əsas götürürlər. Nə deməkdir bu? O deməkdir ki, məsələn, səməni qoyurlar. Bax, əkinçilik ilə əlaqədardır. Əkinçilikdə ot bitmir yerdən. Səmənədir ki, buğda qoyursan, səməni bitir də, o mənaya gəlir. Əsərlərdə dediyim kimi qeyd olunur. Fərqli oyunlar da keçirilir. Halay, bənövşə, kös-kösa oyunlar. Deməli, Novruzdan əvvəlki Azərbaycanda 4 çərşənbə qeyd olunur. Bu çərşənbələrin Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyəti vardır. Deməli, çərşənbə günlərində və əsasən o 4-cü çərşənbədə, yəni ilaxa çərşənbədə təbiətə hörmətsizlik edilməsi qadağan olur. Çünki çərşənbələr yazın gəlişindən, təbiətin oyanmasından xəbər verir. Əlbəttə ki, hər çərşənbə tonqallar qalanır, od yanır evdə. Çərşənbələrimiz də 4 ünsürdür. Ünsür deyəndə ki, su, od, yel, torpaq çərşənbəsi, yəni külək çərşənbəsi. Bu nə deməkdir? Yəni ki, od istiliyidir, günəş anlamı verir. Bu mənaya gəlir də. Suda su oyanır. Su yalançı çərşənbədə əzəl çərşənbədə adlanır. Torpaq ağaclarla birlikdə oyanır. Torpaq yavaş-yavaş islanmağa başlayır. O çərşənbəsində isə xəbərçi çərşənbədir, üskü çərşənbə. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isidir, odu yaradır. Halbuki od çərşənbəsində tonqallar qalayırlar. Hər ailə üzvünün adına bir şam yandırırlar, xonçalar düzəldilir. Artıq od çərşənbəsindən xonçalar düzəldilməyə başlayır. Xonçalarda da ailə üzvlərinin sayına görə şam yandırır. İndi evdə 4 nəfərsinizsə 4 dənə şam qoyursunuz da o mənada. 5 dənəsə 5 dənə şam, 1 nəfərsə 1 dənə şam. Üçüncüsü isə yer çərşənbəsidir, külək çərşənbəsi. Artıq yer oyanır, külək çıxır. Yəni ki, həsrət gülləri kimidir, belə tumurcuqlanır ağaclar. Bu bir də ki, qara çərşənbə, gül çərşənbə kimi də adlanır bu Azərbaycan bölgələrində, bəzi bölgələrdə. Deməli, bu çərşənbədə nə edilir? Toz torpaq, yəni təmizlənir, ölənlərin ruhuna dualar oxunurlar, qəbirləri qışın palçığından təmizləyirlər də. Yəni ki, artıq yazda evi təmizləmirlər yaz girəndə. Bu da onun kimi bir şeydir. Sonra 4-cüsü torpaq çərşənbəsidir. İlaxa çərşənbədir. Torpaq çərşənbəsinə çox önəm verilir Azərbaycanda. Torpaq çərşənbəsi Azərbaycanın mərkəzi rayonlarında, bəzi rayonlarında Novruz bayramının günündən, yəni 20 mart tarixindən daha təmtəraqlı qeyd olunur torpaq çərşənbəsi. Axırıncı çərşənbədir, hər şey oyandı artıq. Təbiət su ilə islanır, günəş isindi, artıq hər şey yarandı, bir dənə torpaq. Bu komponentlərlə cəmləşdi, torpağı yaratdı. Ona görə də deyirlər də, əkinini xışla kötanla məhz torpaq çərşənbəsi günündə başlaya almışlar. Deməli, yaşlı qadınlar səməni saxla məni, ildə göyərdərəm sən deyib buğda isladırlar. Hər evdə səmənə hazırlanır. Axırıncı çərşənbə deməli özünə məxsus ayinləri vardı. Ümumiyyətlə Novruz bayramından əvvəlki günlərdə eyni həftəyə düşürlər demək olar ki, çox özünə məxsus ayinləri vardı, mərasimləri vardı digər çərşənbələri. Bunlara görə digər çərşənbələri geridə qoyur. Deməli, soyuqdan, şaxtadan olmazdan əzab-əziyyət görmüş qışı yola salırlar.
Deməli, il axır çərşənbə Novruz təntənəsinin üstünlüyü dediyim kimi regionlarda bu çərşənbədə sübh tezdən oyanılır, bulağa gedir, bulaqdan belə su götürülür, oradan çay qaynadır, çay kənarına, bulaq başına gedirlər, suyun üstündən atlanırlar, axşam tonqalın üstündən atlanırlar, ağırlığım, uğurluğum odda qalsın deyərlər. Axır çərşənbədə gecə mərasimləri də olar, fal baxılar, insanlar təsərrüfatda, deməli, məişətdə köklü yeniliklər edirlər, qız gəlinlər təmizlik işləri görərlər, ev eşiklər silinər, həyət bacada deməli işlər başlanır artıq, həm də Novruza hazırlaşırlar axı. Bağçalarda, bağlarda da ki, yəni həyət baca sərsəriliyə salınardı. İndi qonaq gələr axı. Xalq arasında axır çərşənbə, kür çərşənbə, küləşə çərşənbə, tərs çərşənbə adlanır. Deyilənə görə, rəvayətə görə, rəvayət deyəndə ki, deyimi, rəvayət deyirəm. Axır çərşənbə necə qeyd olunursa il o cür keçər. Axır çərşənbədə ona görə hamı xoşbəxt olur. Novruz bayramından daha çox xoşbəxt olur. Yəni bəzi regionlar belə inanırlar. Bununla əlaqədar axır çərşənbəyə bəzi bölgələrdə qapı satılan təki deyilir. Deməli, inanca görə axır çərşənbədə Allah ruzu paylayır. Ona görə də insanlar düzgün olmalıdırlar. Yəni ki, Novruz bayramında sahəyə çıxırlar axır çərşənbədə də mütləq tarlaya gedərdilər də. Tarlada işlər görərdilər. Becərərdilər də torpağı indi. Nəsə əkinçilər bilirdi onu. Toyuq kəsməzdilər ki, evin xeyri qaçmasın da, bərəkəti qaçır elə inanırlar. Həmin gün qurumamış yaşıl bir ağac kəsmək günahdır. Yəni ki, qurumuş ağac da onun da lazımsızdır, yəni. Onu kəsmirlər, amma ki, yeni ağac kəsmək günah hesab olunur. Sonra nə deyə bilərik biz? Evə bolluq gətirir. Qovurulmuş buğdadan deməli 7 dənə götürürsüz, evin başqa yerlərinə qoyursunuz 7-7. O buğda deməli xaranın içindən deməli atarlar da sonradan elə inanırlar. Novruzun öz adətləri vardır. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Axır çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar qoğal, şəkərbura, paxlava kimi, badambura kimi şirniyyatlardır. Deməli, hər şirniyyatın öz əhəmiyyəti vardır. Səma cisimlərini tərənnüm edir. Qoğal günəşi, şəkərbura ayı, paxlava da ki, ulduzlarında tərənnüm edir. Kosa və keçəl Novruzun atributlarıdırlar. Keçəl qışı, gedən qışı, kosa isə gələn yazı, yəni yazı ifadə edir. Novruz bayramında şəhərlərin əsas meydanlarında keçəllə kosanın xüsusi tamaşaları göstərilir, cəmaatlar əylənir. Novruzda adətlər mövcuddur. Torba atmaq, yəni bir sözlə papaq atmaq, papağı boş qaytarmaq pis hesab olunur, yəni belə cəmiyyətdə pis qarşılanır. Fallar var, qulaq falıdır bunlardan biri. Gedib bir qonşunun, qohumun evində qulaq falına baxırlar. Necə baxırlar buna? Evi, hələ ki, o deyir ki, Novruz bayramında sən yaxşı danışmalısan da ki, qulaq falına baxsınlar, sənin evindən belə pis söz gəlməsin, dava gəlməsin. Bu mənada da, yəni sənin evindən bayram günü xoş sözlər gəlsin, yaxşı sözlər deyəsiz ailə üzvləri bir-birinə. Yəni buna inanırlar da. Qulaq falına çıxmazdan öncə mütləq ürəkdən arzu tuturlar, qulaqları elə bağlayırlar. İnanırlar ki, orada eşidəcəyi şey qulaq falına baxan insanın həyatında mühüm bir dəyişikliyə yol açacaq. Orada yaxşı söz desələr, bu adamın da həyatı yaxşı keçəcək. Pis söz desələr, bu adamın da həyatı. Yəni belə inanılır. Ona görə bu fala baxılır. Doğru olduğu da deyilir. Xoş sözlər eşidilir. Bu arzun gerçək olur deməli. Üzük falı da vardır ki, deməli saç teli, qızlar saç telini götürür, üzüyü bağlayır. Sonra su dolu stəkan üstündə saxlayırlar. Stəkanı neçə dəfə dəyəndə, deməli o yaşında qız evlənəcək, ərə gedəcək. Tonqaldan tonlamaq adət vardır ki, 3 dəfə deyilir ağırlığım, uğurluğum odda yansın. Bu sözü deyəndən sonra 3 dəfə tonqalın üstündən tullanırlar eyni tərəfə. Bunlara da inanırlar ki, bədənlərindəki belə uğursuzluq atılır, insanın ruhu yenilənir də belə inanırlar.
Təməni yetişdirmək. Bu da ki, zaten bitkilərin oyanması da əkinçiliklə əlaqəli bir şeydir. Yumurta döyüşdürməkdir ki, bir oyundur. İki yumurtalar bəzədilər, üstünə rəsm çəkən də var, hazır boyalar yapışdıran da var, rəngləyən də var. Boya var da indi Novruz üçün. Novruz üçün deyirəm, yumurta üçün. Yumurtaları, iki yumurtanı döyüşdürür kağıda. Hər iki vururlar bir-birinə yumurtaları. Kimin yumurtası qırıldı, o uduzur. Kiminki qırılmadı, zədə olmadı, o udmuş sayılır. Qonaq getmək də mövcuddur. Novruzda qohumların, qonşuların evinə qonaq gedərlər, Novruz payı apararlar. Yaşlılar da ki, ziyarət edirlər də. Xəstə insanlar, yaşlı insanlar olur. Sonra şam yandırılırlar, ailə üzvlərinin sayı qədər xonçaya şam yığılır. Neçə nəfər süsü o qədər. Küslülər barışır. Deyir ki, bütün küslər barışmalıdır bayramlarda. Yallı gedilir. Deməli, Azərbaycan xalqının qədim dövrlərdən bəri ifa etdiyi bir rəqsdir. Bu rəqs insanların birliyi deyər, əllə tutuşub bir tonqalın üzərindən gedirlər. Bu, insanların birliyini simvolizə edir. Xoruz döyüşdürmək də vardır ki, bu da ki, xüsusi xoruzlar böyüdürlər, onları döyüşdürürlər. Deməli, bütün dünya xalqlarında, bütün dünyadakı İran, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızistan, bir də Azərbaycan, bir də bunları birləmə. Yəni ki, bu ölkələrdə var. Türk dünyasının ortaq bayramı statusunu alıb, amma qarışdırmayın ha, Türkiyədə yoxdur bu bayram. Türkmənistan, Qırğızistan, bunlar Türk dövlətidir onsuz da, yəni nə fərq var ki? Türkiyə olmasın, Özbəkistan olsun, o da Türk dövlətində. Keçək yəni əsas dərsimizə. İncəsənətdə, musiqidə Novruz. Musiqidə Üzeyir Hacıbəyovun Bahar nəğməsini misal göstərə bilərik. Bu Bahar nəğməsinə aid də ki, onun üzərində işləyən də Sərdar Fərəcov xalq artisti, Sərdar Fərəcovun ifasındadır. Yəni Üzeyir Hacıbəylinin də yəni bu. Başqa bəstəkarların da öz yazdığı musiqi əsərləri mövcuddur. Məhəmməd Quliyevin Aldanmış Ulduzlar operasında əsər yazmışdır o. Elə bil ki, 1977-ci ildə, 1977-də Novruz bayramı ilə əlaqədar xalq səhnələri qeyd olunmuşdur. Vasifət Gözəlov, deməli 4 hissəli Novruzum kantatası, Rafiq Zəkanın sözlərinə. Fikrət Əmirov, Gülür Ellər mahnısı. Gülür Ellər dinləyək, amma İlham Quliyevin ifasındadır. Sözdə Teymur Elçin. Bayram gəlib elimə, elimizdə, nəğmə düşüb dilimə, dilimizdə. Bayram gəlib elimə, elimizdə, nəğmə düşüb dilimə, dilimizdə. Könül gülür, elim gülür, gülür gözlərdi yarım, çalır harım, çalır hazım. Gülür eller gülür, könül gülür, elim gülür, gülür gözlərdi yarım, çalır harım,
gül çiçek, gül çiçek. Azərbaycanın milli rəqslərindən olan yallı. Yallı demək olar ki, hər il Novruz bayramında tonqal ətrafında yallı gedilir. Filmlərdə də bunu görmək mövcuddur. Fərqli filmlər vardır. Novruzun Çələngi filmi, Bahar Əyləncələri filmi, Novruz filmi, Novruz Bayramı filmi, Ocaq filmi. Bu filmlərdə Novruzun gəlişindən, yazın oyanmasından danışılır və Novruz bayramına aiddir. Mahnılarımız davam edək. Məsələn, biz dinləyək Mətanət İskəndərlinin mübarək olsun mahnısını. Mətanət İskəndərlinin ifasındadır. Yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Tabiat elinde xonçalar gelir, Novruz bayramınız mübarek olsun. Tabiat elinde xonçalar gelir, aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramımız mübarek olsun. Səməni düzülür, idiyam yana, xoş ətir yayılır bu şirin cana. Səməni düzülür, idiyam yana, xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana, Novruz bayramımız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana, əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarek olsun. Bayramlar güzeli Novruz bayramı, elimin obamın aziz bayramı. Bayramlar gözeli Novruz bayramı, elimin obamın aziz bayramı. Qoy desin ürəkdən, qoy desin hamı, aziz bayramımız mübarək olsun. Qoy desin ürəkdən, qoy desin hamı, Novruz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun, aziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarək olsun. Səməni düzülür, idiyam yana,
Xoş ətir yayılır bu şirin cana. Səməni düzülür indiyam yana. Xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana. Novruz bayramınız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana. Əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramımız mübarək olsun. Xoş ətir yayılır bu şirin cana. Səməni düzülür idiyam yana. Xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana. Novruz bayramımız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana. Əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun. Novruz bayramınız mübarək olsun. Beləliklə bugünkü dərsimiz də yekunlaşdı, sona çatdı. Bir daha hər birinizi Novruz bayramında, Müqəddəs Ramazan bayramında təbrik edirəm. Ürəyinizdən keçən bütün yaxşı arzuların gerçəkləşməsini arzulayıram. Sağ olun, gələn dərslərimizdə görüşənə qədər.